Tanınmış aparıcı Zaur Baxşəliyev ilk dəfə verilişin bağlanmasının səbəbindən danışıb. Aparıcı Zaur Baxşəliyev bizim Ləsən verilişinin bağlanması ilə bağlı ilk dəfə açıqlama verib. Axşam az xəbər verir ki, o bu barədə Instagramda canlı yayım zamanı danışıb. İnşallah verilişlərimiz başlayacaq, hər nə olursa olsun xeyirlisi. Allaha qurban olum, mən bütün hadisələri xoş qarşılayan insanam. Həyatımda həmişə nə baş verirsə şükür eləyirəm deyə Zaur Baxşəliyev qeyd edib. Öz dilindən də təbii ki, bu fikirləri eşidək. Verilişlə bağlı başlayacaq Allahın köməyi ilə inşallah. Hər nə olursa xeyirlisi, Allaha qurban olum. ATV biraz dincəlsin də, əlbəttə dincəlsin də olar ki, dincəlsin də. Kim dincilmək istəyir, dincəlsin. Mən ümumiyyətlə bütün hadisələri belə xoş qarşılayan insanam. Həyatımda həmişə nə baş verirsə deyirəm ki, şükür. Tanışqan necəsi? Nə istəyirsiniz? Məni qoşmuruq, oxuyuruq. Darıxmısınız. İnşallah verilişi başlayacaq. Verilişlə bağlı başlayacaq Allahın köməyi ilə inşallah. Hər nə olursa xeyirlisi, Allaha qurban olum. ATV biraz dincəlsin də, əlbəttə dincəlsin də olar ki, dincəlsin də. Kim dincilmək istəyir, dincəlsin.